Salam əziz tələbələr, şagirdlər və ingilis dilini öyrənən hər kəs. Deməli, passiv voice məhsul növünün üçüncü bölməsi hansı cümlələr passivə çevrilər, hansılar çevrilə bilməz, bunun qaydasını, bunun testlərini edəcəyik və qısaca bir qaydasını sizin yadınıza salın. Əgər feildən sonra isim və yaxud da əvəzlik gəlirsə, bu tamamlıq deməkdir. İsimlə əvəzlik gəlirsə, bu demək cümlənin tamamlığı var və bunu çevirə bilərik. Amma hansı cümlədəki feildən sonra söz önü və yaxud da zərf gəlirsə, bu zaman bunu passivə çevirmək olmaz. Birinci, ən önəmli qaydamız budur. Yəni, tamamlığı olan cümləni çevirə bilirik, tamamlığı olmayan cümləni çevirə bilmirik. Tamamlıq isə nə ilə əvəz olunur? Əvəzlik və ya isimlə ifadə olunur. Bundan başqa isə bəzi feillər var ki, onlar heç vaxt məhsul növdə çevrilə bilmir. Onları da o şəkildə orada deyəcəyik. Suallarda izah elədiksə, sualların içində qaydalardan izah edəcəm ki, rahat yadınızda qalsın. Deməli, ilk sualımızda hansı cümlələr passivə çevrilir? Birinci cümləyə baxıram ki, you can hear feildir. Feildən sonra nə gəlibdir? Music. Deməli, bu cümləni passivə çevirə bilərik. Çünki tamamlıq var. Feildən sonra isim gəlib. Burada to be feili var. Were happy to use. Ümumiyyətlə, to be feili passivdə olmur. Çünki olmaq feili passivə çevrilmir ümumiyyətlə. To be feilini görsəniz, onu həmişə çıxınacaqlar. Səhvdir. Suddenly the wild animal came close. Came feildir. Close isə zərfdir, yaxını deməkdir və bu isə feil. Feildən sonra zərf gəlsə bunu çevirmək olmaz. Sonra scientists carry out new experiments. New experiments feildən sonra gəldiyi üçün bunu çevirə bilirik. Deməli, yeni alimlər yeni eksperimentlər apardılar. Deməli, olur A variantı. 1 və 4-ü biz çevirə bilirik. İkinci sualda hansılar çevrilə bilmir? Baxırıq feillərə. Feil burada wrote-dur, burada evaporate-dir. Burada isə fixing feildir. Feildən sonra nə gəlib? Quietly gəlib. Bu zərfdirsə bunu çevirmək olmaz. Novel varsa bunu çevirə bilərik. Bizə çevrilməyənlər lazımdır. Evaporate-dən sonra when gəlib. Bu da heç nə deyil. Ümumiyyətlə, burada isim gəlmədiyi üçün bunu çevirə bilmirik. Bu da düzdür. Deməli, 4-də isə fixdən sonra change gəlib. Bu isimdirsə bunu çevirə bilərik. Bizə isə lazımdır bunu çevirə bilməyənlər. Olur, bilmirik. Üçüncü sualda cannot deyir. Yenə çevrilə bilməyənlər deyir. Deməli, burada hansılar çevirmək olmaz? Deməli, birdə deyir ki, is flying. Flyingdən sonra over gəlib. Bu zərfdir, bunu çevirmək olmaz. Düzdür, götürürük bunu. 2-də we laughed and couldn't talk. Deməli, burada laughed və couldn't talkdan sonra for gəlib. Bunu da çevirə bilmirik. Amma we sang a few songs da burada çevirə bilirik. Çünki sang feildir. Feildən sonra song gəldiyi üçün bunu çevirmək olar. Səhvdir. Və burada learneddən sonra isə new word gəlib. Bunu da çevirə bilirik. Bu da səhvdir. Qalır 1 və 2-ci. Yəni, bu ikisini çevirə bilmirik. Növbəti sualımız, 4-cü sual, cannot, inkardır, yəni çevrilə bilməyənlər. Went-dən sonra to gəlir, bunu çevirə bilmərik, çünki sözünüdür. I brought-dan sonra laptop gəlir, bunu isimdir, bunu çevirə bilərik. Have been-dən sonra to gəlir, bunu çevirə bilmirik. Ümumiyyətlə, to be feili ümumiyyətlə, to be feili ümumiyyətlə passivə çevrilmir. Burada isə took off-dan sonra my glasses gəlir, bunu çevirə bilərik. Çevirə bilməyənlər lazımdır bizə 1 və 3, yəni B variantı. 5-ci sualda has become famous. Become famous də yenə to be feil kimidir, ya bu da passivə çevrilməz. Bunu götürəcəyik. Enemy occupied feildən sonra isim gəlir. Bunu çevirə bilərik. Flowers grow best. Grow'dan sonra best gəlir. Bunu çevirə bilərik. Çünki isim gəlməyib. You can use-dan sonra this computer gəlir. Bu kompüteri istifadə edə bilərsin. İsim gəldiyi üçün bunu da çevirə bilmirik. Qalır 1 və 3. Yəni C variantı. 6-cı sualda çevrilə bilənləri götürürük. Diqqətli olun, şərtini oxuyun həmişə. Çevrilə bilən, yoxsa çevrilə bilməyən. Packetdən sonra isim gəlir. Our things, bu düzdür, bunu çevirə bilərik. Apologize-dan sonra for gəlir. Olmaz, bu fail söz önüdür, çevirə bilmərik. The packets were lying on the table. Burada da on var, olmaz. Burada isə Marilyn will make-dən sonra another attempt. Bunu pasif çevirə bilərik. Çünki another attempt-də həm another əvəzdir, həm də attempt isimdir. Zaten ola bilər. 1 və 4-ü çevirə bilərik. C variantı.
7-ci sualda tərsinidir. Çevirə bilməyənlər götürürük. On the sofa. Bu on işləndiyi üçün bu pasivə çevrilməz. Rising day by day. Burada da pasivə çevrilmir. Düzdür. The man asked you. You əvəziyyət çevirə bilər. Gave-dən sonra disinformation bu da çevrilə bilər. Bizə lazımdır çevrilmə. Yəni 1 və 2 variantı. 8-də they have playing since pasivə çevrilməz. Çünki sözünüdür. Burada da loudly zərfdir. Bunu çevirmək olmaz. Introduce-dan sonra a newcomer bu isimdir çevirə bilər. Və meet different people. Burada da isimdir çevirə bilərik. Bizə lazımdır çevrilməyən 1 və 2. 9-cu sualda cannot deyir. Baxarıq. Mike grows unusual plants. Bunu çevirə bilərik. Çünki isimdir. Baby is growing quickly. Bu zərfdir. Has caught the flu. Bu da isimdir. Bunu çevirə bilərik. I have brought you a copy. Burada diqqət eləmək lazımdır əslində. Bu Merlin has caught the flu əslində çevrilə bilər. Amma diqqət eləmək lazımdır nəyə? I have brought you. Burada da zaten bu da çevrilir. Sadəcə 3 niyə çaşdırıcıdır? Merlin has caught the flu. Yəni şeydir, o qrip tutub. Yəni qripə xəstələnib deyək ki. Qrip tutulub deyə məntiqsiz olur deyə bu əslində tam olmur. Yəni belə baxanda burada sadəcə 2 düzdür. Sadəcə 3 də müəyyən qədər 3 də mənasına görə 3 də passivə çevrilmək olmur. Amma qrammatik cəhətdən bu əslində the flu has been caught desək düz olur. Yəni əslində diqqətlə götürsək, əslində sadəcə burada 2 cavabını mən düz götürərdim. Yəni 3 yox, yalnız 2 düzgün cavab ola bilərdi əslində. Passivə çevrilə bilənlər deyirsə, can be. Play-dən sonra nə gəlib? Gitar gəlib, isim gəlib, olar. Examine-dən sonra nə gəlib? Nick gəlib, bu da olar. The children are playing-dən sonra outside, zərfdir, söz önüdür, olmaz. Zərf də olur əslində outside. Sonra deməli, around, swim-dən sonra isə, swim-dən sonra around gəlib, bu da yenə söz önüdür, gələ bilməz. Bizə çevrilə bilən lazımdır, qalır 1 və 2. 11-ci sualda can be changed deyir. The river flows flourishly. Bunu çevirmək olmaz. Getdi, çünki zərfdir. Borrowed some money. Some money çevirmək olar. Answered-dan sonra my question. Bunu da çevirə bilərik. I could not walk last night. Bunu çevirmək olmaz. 2 və 3 oldu. Yəni Y variantı. Sonra 12-ci sualda çevrilə bilənlər was hungry. To be feilidir. Olmaz. Ümumiyyətlə bunu pasivə çevirmək olmur. Explaining-dən sonra problem gəlib isimdir. Neither of us was in pain. Burada da yenə to be feili var. Olmaz. Was selling-dən sonra books gəlib. Bunu çevirə bilərik. 2 və 4-ü çevirə bilirik. Yəni olur A variantı. 13-cü sualda deməli, passivdə çevrilə bilənlər deyirsə, was to be feili passivdə olmur. I bike to work. Bunu da bike-dan sonra velosiped sürürəm. To ilə işlənib. Olmaz. Amma we will speak about this issue. This issue ola bilər. They have already analyzed the results. Bu da ola bilər. Yəni bunun içində passivə çevirmək olur. Y variantı olur. 14-də cannot deyirsə çevrilə bilməyənlər. Take place ümumiyyətlə bu feil heç vaxt passivə çevrilmir. Yəni take place-dir, occurdu və happened. Bu feillər passivə çevrilmir. Sonra snowed həm qar yağmaq feili çevrilmir, həm də burada özündən sonra zərf gəlib. Ona görə çevrilmir. Bolddan sonra stamps gəlib, isim gəlib. Bu ola bilər, çevirə bilir. Packdən sonra everything gəlib, onu da çevirmək olur. Amma bir ilə üçün çevirə bilmir. Yəni A variantı. 15-də isə baxırıq. Deməli, çevrilə bilənlər deyirsə, take place onsuz da çevirə bilmir. Dedik bayaq. Disappeared-dan sonra yenə in gəlib, bunu da çevirə bilmirik. Amma improveddan sonra nə gəlib? Her pronunciation gəlib, çevirə bilərik. Examined-dan sonra isə patient gəlib, bunu da çevirə bilərik. 2 və 4 çevrilə bilir, yəni D variantı. 16-da can be used deyirsə, istifadə çevrilə bilənlər. Gained-dən sonra a lot of experience gəlib, biri çevirə bilərik. 2-də the car disappeared round. Round burada söz önüdür, olmaz, çevirmək olmaz. Rained heavily, bu da zərfdir, bunu çevirmək olmaz. Biri çevirmək olar, bir də baxaq 4-də. Smith's arrival interrupted-dan sonra lecture's speech, bunu da çevirə bilərik.
Yəni olur burada D variantı. Yəni 1 seçmişdik, bir də burada 4 olur. 1 4. 17-ci sualda deməli cannot deyir. Açıq suallardır burada. Deməli burada çevirə bilməyənlər dance-dən sonra all night çevirmək olmur çünki tamlıq yoxdur. 2-də has answered your question burada your question isimdə olmaz. Has caused a lot of damage burada pasiv çevirmək olur. Çünki a lot of damage gəlib. Burada isə train was late. Bunu çevirmək olmur. To be feili varsa bunu çevirə bilmirik. Yəni qalır 1-dən 4. 18-ci sualda cannot deyir, çevirə bilməyənlər. Sınavdan sonra have eləcək, bunu çevirə bilmirik. Was absent, bu da pasivə çevirmir, əsas feil yoxdur. Has looked through the article, bunu çevirə bilirik. Bir də have the police arrested anybody, burada anybody əvəziyyəti, bunu da çevirə bilirik. Qalır 1 və 2. 19-da deməli can't be deyirsə, can't be çevirə bilməyənlər. Deməli, prescribedən sonra her new medicine bunu çevirmək ola bilər. Çünki isim gəlib, həm də əvəzi gəlib. Have built shelters bunu da çevirə bilərik. Amma happen feilini dedik, heç vaxt pasiv çevirmir. Arrive feili də həmçinin, həm də bunlardan sonra zaten deməli sözünü gəldiyi üçün bunları çevirə bilmirik. 3-dən 4. 20-ci sualda translate-dən sonra the book gəlib, bunu çevirə bilirik isim olduğu üçün. Rained pasivə işləmir, həm də a lot gəlib, buna görə pasivdə olmaz. Speak-dən sonra Spanish gəlib, isim var, bunu çevirə bilərik. Take place-dən sonra heç vaxt ümumiyyətlə take place sözü pasivə çevirə bilmir. Buna görə qalır 2 və 4. 21-də can be changed deyir, dəyişilə bilən deyirsə, çevirmək olursa. Sharpened the knife, knife isimdir, bunu çevirmək olar. Happen feilini heç vaxt çevirmək olmur. Frightened-dan sonra most of the audience düzdür, ola bilər. Film seemed pasivə çevrilmir. Yəni çünki burada özündən sonra very boring gəlib, olmaz. Elə bir ilə biz çevirə bilərik. 22 can be changed deyirsə, taste-dən sonra salat gəlib, onu çevirə bilərik. Happened feilini çevirə bilmirik. Sonra the sound frightened the children, bunu çevirə bilərik. Burada isə sound-dan sonra verəcək, bunu çevirə bilmirik. Yəni 1 və 3-ü biz çevirə bilərik. 23-də çevrilə bilən deyirsə, large part of Netherlands lives, live-dən sonra below gəlir, below. Bu şeydir də, söz önüdür, demək olar ki, aşağıda deməkdir. Bunun pasivi çevirmək olmaz. Sonra 2-də we made-dən sonra a bonfire gəlib, isim gəlib ola bilər. Start-dan sonra raining gəlib, raining burada it started raining, yağış yağmağa başladı, pasivə çevrilmir, başladıldı olmur, yağış özü başlayır. Və Nick started-dan sonra his car gəlib, olar, bu da isimdə olar. Deməli 2 və 4-ü biz pasivə çevirə bilirik. 24-də appear-dan sonra at gəlib, bunu çevirmək olmaz. Landed-dan sonra safely gəlib, bunu da çevirmək olmaz. We carry a lot of luggage ola bilər. Shows contemporary society, bu da olar. 3-ün 4-ü çevirə bilirik. Deməli 3 və 4. 25-də cannot deyir, çevrilə bilməyənlər. Ask-dan sonra students gəlib, isim gəlib. Disappear-dan sonra behind gəlib, bunu çevirə bilmərik, sözünüdür. I saved some money, bunu çevirə bilirik. Is busy, bu da yəni pasivə çevirməyən feillərdəndir, qalır elə 2 və 4. 26-da deməli, çevrilə bilməyənlər deyir. Wrote-dan sonra letter gəlib, isim gəlib. Build-dan sonra house gəlib, bu da isimdir. Amma leave-dən sonra nə gəlib? Alone. Deməli, zərfdir. Came-dən sonra home gəlib, bu came home, burada yer mənasındadır. Ona görə də bu zərf kimi götürür. Ona görə qalıb 3-dən 4 biz bunu çevirə bilmirik. 27-ci sualda sharpened-dan sonra knife, bunu çevirə bilərik. Snowed-dan sonra hard gəlib, olmaz. The girls cry, frightened. Frightened faildir. Faildən sonra nə gəlib? Everybody. Bunu çevirə bilərik. Və it seems very, burada very gəlib, olmaz. Zərfdir. Qalır elə 1 və 3. 28-də can be changed deyil, çevrilə bilənlər. Cookdan sonra, dediyim cook made some salad. Hə, burada made feilindən sonra some salad gəlib olar. Rain'dən sonra a lot gəlib olmaz. The strange sounds and noise-dan sonra sleeping child bu ola bilər. İsimdir çünki
Take place-də olmaz, qalır 1 və 3. Yəni 1, 2. 28 oldu. 1 və 3. Deməli, sonra 29-da, deməli 29-da çevrilə bilməyən deyirsə, yenə we were to be feilidir. To be feili passivə çevrilməz. Feildən sonra lonely sifətdir, zərfdir, olmaz. Və qalır never punishdən sonra is children bunu çevirə bilərik. Burada in explanation bunu çevirə bilərik. Hə, bizdən çevrilə bilməyənlər istəyirsə, çevirə bilməyənlər zaten 1 ilə çevrilə bilməz. Bu isə çevrilə bilənlər də bizə lazım olmuş. Sonra 30-cu sualda 30-cu cannot deyirsə çevrilə bilməyən she has got bu passivə çevrilməz ümumiyyətlə. To be, has got, have got feilləri passivə çevrilmir. We were sorry to be feili də həmçinin çevrilə bilmir. Visitdən sonra grandparents gəlib isimdir. Packdən sonra suitcase gəlib, bu da isimdir. Bunu çevirmək olar. Qalır 1 və 2. Sonra 31-ci sualda passivdə passivə çevrilməyənlər. There is there cümləsi heç vaxt passivdə olmur zaten. Bunu götürə bilirik. Tor, tear feilin keçmişidir. Letter gəlib, isim gəlib olmaz. Is var, to be feili bunu çevirmək olmaz. Götürürük bunu da. We have post passed all our exams. Bu isim də olar. Have been feili, have been friends. Bu da passivdə olmur. Qalır elə 1, 3 və 5-ci sualda. Deməli, sualımız bitdi. Demək, gələn həftə modal feilləri sualların izahına baxacağıq. Sağ olun. Hələlik gələn dərslərdə görüşənədək.